Bazar günüdür, külək əsir, hava buludludur. Əgər sizi də düşündürürsə ki, Bakıdan kənara çıxmadan bu cür havada, Bakıda təbiət qoynunda harda və necə vaxt keçirmək olar, o zaman bu vloqa mütləq baxın. Bilet neçədir? Böyüklər 7 manat, tələbələr 2 manat. Bir dənəsini verərsiniz, zəhmət olmasın. Böyük Böyük. 7 manat. Ödəniş kartla olacaq. Buyurun. Sağ olun. Bakı Zooloji Parkı 1945-ci ildə açılıb. O vaxtdan da bu ərazidə fəaliyyət göstərir. 2021-ci ildə bu park əsaslı şəkildə təmir olunub, yenidən ziyarətçilərin ixtiyarına verilib. Parkın ərazisi təqribən 4 hektardan artıqdır və burada 125 növ vəhşi heyvanın saxlandığı bildirilir. Zooloji parkın yaradılmasında məqsəd tək burada heyvanların nümayiş etdirilməsi deyil. Burada həm də Azərbaycan təbiətində sayı tükənən, nəsli kəsilməyə doğru gedən heyvanlar bəslənilir və yenidən təbiətə buraxılır. Bu da bir növ bu zooloji parkın nə qədər vacib olduğunu göstərir. Həm də ki, paytaxt sakinləri, istər turistlər gəlir burada gəzir. Bu elə bir növ vəhşi təbiətin bir parçasıdır ki, paytaxtda yerləşir və insanlar normalda gün ərzində görə bilməyəcəkləri, rastlaşa bilməyəcəkləri o vəhşi heyvanları burada görürlər və onlarda ən azından təbiət haqqında bir təəssürat yaranır. Həm də asudə vaxtlarını səmərəli keçirirlər, belə demək mümkündürsə. Təhlükəsizlik məqsədindən parkın müxtəlif hissələrində belə müşahidə kameraları var. Çox güman ki, burada həm heyvanları izləyirlər, həm də ki, park ərazisinə gəzmək üçün gələn insanların təhlükəsizliyi təmin olunur. Heyvanların saxlanılması üçün hazırlanan bu yerlərdə təbiətin demək olar ki, kiçik simulyasiyasını eləyiblər və yaşıllıqlar salınıb, həm də belə su şəlalələri var, kiçik də olsa. Ola bilsin ki, hava soyuqdur, ona görə o qədər də çox adam yoxdur. Düzdür, ara sıra adamlar gözə dəyir. Onların arasında mən fikir verdim, xaricdən gələn turistlər də var. Görünür, bura yerlilərlə yanaşı turistlərin də diqqətini çəkir. Ayını bu qədər yaxından ancaq Bakı Zooloji Parkında görmək mümkündür. Məncə başqa yerdə çox adam bu qədər yaxına getməyə ürək eləməz ayıya. Amma burada bu bir fürsətdir. Yaxından ayını belə görə bilərsiniz. Adətən hava soyuyanda aylar qış yuxusuna gedir, amma bu zooparkın sakini qonur ayı hələ yatmır. Bu da ondan əlaqəlidir ki, bizim ölkədə havalar o qədər də soyuq olmur. Ona görə ayların qış yuxusu da burada fərqli vaxtlarda başlayır. Vəhşi təbiətin bütün nümayəndələrindən burada rast gəlmək mümkündür. Onların arasında pələnglər var, şirlər var, ayılar var, dəvələr var. Elə indi də buradayım, bu dəvəyə oxşuyur. Çox güman ki, dəvədir. Zooloji parkın ərazisində könüllülər fəaliyyət göstərir. Kiminsə hər hansı bir sual olarsa, onları maraqlandıran bir detal olarsa, onlara yaxınlaşıb həmin onlara maraqlı olan o məqamı dəqiqləşdirə bilərlər.
hansı bir hadisə baş verərsə, zoopark rəhbəri Gün ərzində bu formada zoopark ərazisində elanlar səsləndirilir. Bu da həm heyvanların, həm də insanların təhlükəsizliyi üçündür ki, orada səsləndirilən detallara diqqət yetirilsin ki, burada hər hansı bir arzu olunmaz hal baş verməsin. Zooparka girən kimi sol tərəfdə akvaterium var. Burada həm balıqlar, həm müxtəlif növ vəhşi heyvanlar nümayiş etdirilir.